çıxış üçün söz verilir tank və briqadanın rəhbəri Əzimov Hacı müəllimə. Bu günləri biz gözəl bir rayona gəlmişik, Xaçmaza. Qonaqpərvər bir rayondur. Mən Albert'in komandir batalyonu olmuşam. Qısaca demək istərdim ki, indi Albert bizimlə də ruhu da şaddır ki, onun uğrunda şəhid olmuş Şuşada azaddır, Şuşa qəşəngləşir, ondan sonra da qəşəng olacaq. Biz deməli, həmin yerdə olmuşuq Albert'in həlak olduğu yeri. Orada Allah qoysa bir abidə də qoyacaq. Nə demək istəyirdim? Bu təşəbbüsü Süleyman müəllim gəldi. Çox əziyyət çəkib. Mən görmüşəm bu yarışın birinci günündən axırıncı günəcə onun yanındaydı. Bu fikirləşmişdik bu təşəbbüsü görməyə. Bizi çox sevindirir ki, Albert də sizin qonşu rayondan da, Qubadan da əslən özləri də dağ yahudilərdəndir. Həm də ki, bu gözəl bir Xaçmaz rayonunda gözəl bir idman yarışı keçir. Bizim baş komandan İlham Əliyevin sərəncamı var ki, bölgələrdə idmanın inkişafı. Süleyman müəllimin də çox böyük bir əməyi var ki, bu inkişaf elətdirir bu rayonda idmanı. Təbrik edirəm bu bayramla sizi. Siz bizi qonaq çağırmışsınız, ona görə minnətdarlığımızı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Azərbaycan xalqına uğurlar, yaşasın baş komandan.